vaxt itirmədən 6 aprel-12 aprel həftəsi üçün həftəlik bürc proqnozlarına dərhal Qoç bürcündən başlayaq. Ardınca isə sırasıyla Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıq bürcləri üçün də proqnozlarımı sizinlə təqdim edəcəyəm. Əziz qoçlar və yüksələn qoçlar, bu həftə sizin üçün hərəkətin, fərqindəliyin və mühüm qərarların iç-içə keçdiyi olduqca güclü bir dövr başlayır. Həftəyə xüsusilə uzaqlardan gələcək xəbərlər, planlar və bəlkə də qəfil baş verən səyahət mövzuları ilə daxil olursunuz. Uzun müddətdir gözlədiyiniz bir məsələnin nəticələnməsi və ya həyatınızı maraqlandıran mühüm bir qərarın aydınlaşması sizi bir anda daha aktiv və qətiyyətli bir ruh halına gətirə bilər. Onsuz da daxilən artıq hərəkətə keçməliyəm dediyiniz bir dövrdəsiz və bu həftə bunu daha açıq şəkildə hiss edəcəksiniz. Son günlərdə baş verən dolunayın təsiri isə hələ də davam edir və xüsusilə ikili münasibətlər və şəxsi həyatınızda mühüm fərqindəliklər yaradır. Münasibətlərdə balans qurmaq, qarşılıqlı gözləntiləri anlamaq və mənmi, bizmi sualına cavab tapmaq mərhələsindəsiz. Lakin burada ən vacib xəbərdarlıq, hadisələri böyütməmək. Kiçik bir məsələ asanlıqla böyüyə bilər, sadə bir mübahisə lazımsız yerə uzana bilər. Eyni zamanda müsbət inkişaflar da şişirdildikdə gözlənti təzyiqi yarada bilər. Buna görə həm müsbət, həm də mənfi vəziyyətlərdə ölçülü qalmaq bu həftənin əsas açarı olacaq. Günəş ilə Yupiter arasındakı gərgin təsir xüsusilə ev və ailə mövzularında böyümə və genişlənmə istəyinizi artırır. Evinizi yeniləmək, köçmək, yatırım etmək və ya yaşayış şəraitinizi daha komfortlu hala gətirmək istəyə bilərsiniz. Amma burada da balans vacibdir. Yaxşı bir şey etmək istəyərkən, həddindən artıq böyütmək sizi həm maddi, həm də emosional olaraq çətin vəziyyətə sala bilər. Unutmayın ki, həyat enişli yoxuşlu bir qrafikdir və bu qrafikdə tarazlığı qorumaq sizin reaksiyalarınızdan asılıdır. Digər tərəfdən iş və karyera sahəsində olduqca dəstəkləyici təsirlər altındasınız. Veneranın müsbət təsirləri sayəsində yeni iş fürsətləri, qazanc imkanları və mühüm görüşlər gündəmə gələ bilər. Xüsusilə həftənin əvvəlində edəcəyiniz bir görüş və ya əlaqə sizə uğurlu nəticələr gətirə bilər. Gəlirinizi artırmaq istəyiniz yüksəkdir və bunun üçün aktiv şəkildə yollar axtaracaqsınız. Həftənin ən mühüm dönüş nöqtələrindən biri isə Marsın bürcünüzə keçməsidir. Bu keçidlə birlikdə sanki üzərinizdəki ağırlıq qalxır. Daha əvvəl geri planda qaldığınız və enerjinizi tam istifadə edə bilmədiyiniz sahələrdə indi sürətlənirsiniz. Artıq öz yolunuzda irəliləmək, təşəbbüs almaq və liderlik etmək istəyirsiniz. Lakin bu güclü enerji ilə birlikdə bəzi risklər də gəlir. Tələskənlik, səbirsizlik, ani reaksiyalar, kiçik qəzalar və ya qəzəb partlayışları. Enerjinizi düzgün idarə etmək bu nöqtədə çox vacibdir. Əks halda, növbəti mərhələdə sizi yavaşladan təsirlərlə qarşılaşa bilərsiniz. Mars ilə Uran arasındakı uyğun təsir isə maliyyə sahəsində sürpriz fürsətlərə işarə edir. Yeni bir qazanc imkanı, gözlənilməz bir inkişaf və ya sizi maddi baxımdan rahatladacaq bir xəbər gündəmə gələ bilər. Bu baxımdan həftə boyunca maliyyə mövzularında hərəkətlilik və yeniliklər mümkündür. Bu həftənin digər mühüm mövzusu isə böhranı fürsətə çevirmə bacarığınız olacaq. Xüsusilə münasibətlərdə yaşana biləcək bəzi gərginliklər ətrafınızdakı insanların həqiqi üzünü görməyinizə kömək edə bilər. Çətin anlarınızda yanınızda olmayan və sizi dəstəkləməyən insanlarla bağlı aydın fərqindəliklər yaşaya bilərsiniz. Bu da həyatınızdakı insanları yenidən dəyərləndirməyinizə səbəb olacaq. Kimin həqiqətən yanınızda olduğunu anlamaq uzun müddətdə sizin üçün böyük qazanc olacaq. Ailə daxilində yaşana biləcək gərginliklərə də diqqət yetirmək lazımdır. Evdəki problemləri digər münasibətlərinizə daşımamağa çalışın. Kiçik məsələlərin böyüməsi və keçmiş mövzuların yenidən gündəmə gəlməsi mümkündür. Buna görə xüsusilə həftənin ortalarına qədər reaksiyalarınızı nəzarətdə saxlamaq çox vacibdir. İş ortaqlıqları və əməkdaşlıqlar baxımından da mühüm bir dövrdəsiz. Uzun müddətdir düşündüyünüz, davam edim yoxsa bitirim sualı bu həftə cavab tapa bilər. Yeni bir ortaqlıq qurmaq və ya mövcud əməkdaşlığı sonlandırmaq kimi qərarlar gündəmə gələ bilər. Reallıqlar daha aydın görünəcək və siz buna uyğun hərəkət edəcəksiniz. Maliyyə mövzularında isə diqqət etməli olduğunuz digər bir məqam lazımsız xərclərdir. Sosial mühitlərdə alış-veriş edərkən
və ya planlar qurarkən büdcənizi aşmamağa diqqət edin. Ani həvəslə edilən xərclər sonradan peşmanlıq yarada bilər. Ümumilikdə bu həftə sizin üçün. Sürətləndiyiniz, özünüzü yenidən ortaya qoyduğunuz, münasibətlərdə həqiqətləri gördüyünüz və həyatınızın idarəsini daha güclü şəkildə ələ aldığınız bir dövrdür. Eyni zamanda böyük bir başlanğıcın hazırlıq mərhələsindəsiz. Qarşıdakı dövrdə daha cəsarətli addımlar atacaqsınız. Qısaca, bu həftə sizə deyir: duyğularını idarə et, reaksiyalarını balansda saxla və qarşına çıxan hər vəziyyəti düzgün oxusan, ən çətin görünən anları belə öz xeyrinə çevirə bilərsən. Əziz buğalar və yüksələn buğalar. Bu həftə sizin üçün həm maliyyə mövzularının intensivləşdiyi, həm də həyatınızda mühüm bir yenidən qurulma prosesinin başladığı olduqca diqqət çəkici bir dövrdür. Həftəyə xüsusilə pul, borc alacaq balansı, ödənişlər və maliyyə planlamaları ilə daxil olursunuz. Valyuta, yatırım, borcların bağlanması və ya yığım mövzuları gündəminizdə ola bilər. Bu sahələrdə daha planlı və nəzarətli irəliləmək həftənin əvvəlində sizin üçün çox vacib olacaq. Həftənin ilk günləri eyni zamanda gözəl fürsətlər də gətirir. Veneranın dəstəkləyici təsiri sayəsində həm şəxsi həyatınızda, həm də risk tələb edən sahələrdə daha ağıllı addımlar ata bilərsiniz. Xüsusilə uşaqlarla bağlı mövzular, yaradıcı işlər və ya yatırım tələb edən sahələrdə düşündüyünüz planları daha aydın şəkildə həyata keçirə bilərsiniz. Bu da sizə həm özgüvən, həm də daxili rahatlıq qazandıracaq. Onsuz da Veneranın bürcünüzə keçməsi ilə son günlərdə üzərinizdə nəzərə çarpan bir dəyişiklik başlayıb. Özünüzə daha çox qayğı göstərmək, görünüşünüzü yeniləmək, alış-veriş etmək, sosial həyata qatılmaq və mən də buradayam demək istəyəcəksiniz. Uzun müddətdir geri planda qalmısınızsa, indi səhnəyə çıxma zamanıdır. Lakin bu müsbət təsirlərlə yanaşı, diqqət edilməli məqamlar da var. Günəş ilə Yupiter arasındakı gərgin təsir, xüsusilə yaxın çevrənizlə münasibətlərdə ifrat reaksiyalara meyilli olduğunuzu göstərir. Bacı-qardaşlar, qohumlar, qonşular və ya yaxın dostlarla ünsiyyətdə kiçik mövzular böyüyə bilər. Sadə bir məsələ asanlıqla mübahisəyə çevrilə bilər. Buna görə sözlərinizi diqqətlə seçmək və hadisələri şişirtməmək çox önəmlidir. Həftənin ortasında Mars ilə Uran arasındakı uyğun bucaq, xüsusilə sosial çevrə və iş əlaqələri baxımından gözəl fürsətlər yarada bilər. Rəqəmsal platformalar, sosial media, texnologiya və ya onlayn işlər üzərindən gəlir əldə etməyi düşünürsünüzsə, bu sahədə gözlənilməz imkanlarla qarşılaşa bilərsiniz. Yeni əlaqələr, yeni ideyalar və yeni qazanc yolları qarşınıza çıxa bilər. Cümə axşamı Marsın Qoç bürcünə keçməsi ilə enerjiniz bir qədər daxilə yönələ bilər. Bu dövrdə həm fiziki, həm də ruhsal olaraq özünüzə diqqət yetirməlisiniz. Partnyorunuzun sağlamlığı, iş həyatı və ya sizin şüuraltınızda yığılan mövzular gündəmə gələ bilər. Eyni zamanda xariclə bağlı işlər, hüquqi məsələlər və ya uzaqlarla əlaqəli mövzularda daha çox səy göstərməyiniz lazım gələ bilər. Bu prosesdə tələsik qərarlardan və riskli addımlardan uzaq durmaq çox vacibdir. Əslində bu həftənin əsas mövzusu özünü yenidən tənzimləməkdir. Uzun müddətdir susduğunuz, səbr etdiyiniz və görməzdən gəldiyiniz mövzular artıq sizi daxildən yormuş ola bilər. Bu vəziyyət həm ruhsal, həm də fiziki olaraq özünü göstərə bilər. Xüsusilə boyun, kürək və bel nahiyəsində gərginliklər daşıdığınız yüklərin əks sədası ola bilər. Artıq başqalarının məsuliyyətini daşımaq əvəzinə mən nə istəyirəm sualını vermə vaxtıdır. İş mühitində və ya gündəlik həyatınızda bəzi insanlar sizin yaxşı niyyətinizdən istifadə etmiş ola bilər. Siz hər şeyi üzərinizə götürərkən, ehtiyacınız olanda eyni dəstəyi görməmək sizi narahat edə bilər. Bu həftə bu reallıqlarla üzləşə və hər kəs öz məsuliyyətini daşısın deyərək sərhədlərinizi müəyyənləşdirməyə başlaya bilərsiniz. Yaxın çevrənizlə yaşana biləcək ünsiyyət problemlərinə də diqqət yetirmək lazımdır. Səbriniz daşa bilər və normalda verməyəcəyiniz reaksiyalar verə bilərsiniz. Buna görə xüsusilə bir neçə gün ərzində ani çıxışlardan uzaq durmaq faydalıdır. Bu proses müvəqqətidir. Vacib olan qalıcı zərər verməməkdir. Bununla yanaşı həyatınızda güclü bir yenilənmə istəyi də yaranır. İmaj dəyişikliyi, yeni təhsil, fərqli karyera addımı
və ya ümumilikdə özümü yenidən qururam dediyiniz bir dövrdəsiniz. Lakin bu dəyişiklikləri ani qərarlarla deyil, bir qədər müşahidə edərək etmək daha doğru olacaq. Xüsusilə 7 aprel sonrasında atacağınız addımlar daha möhkəm və qalıcı ola bilər. İş həyatında isə güc mübarizələrinə diqqət etməlisiniz. Rəhbərlərlə və ya iş mühitindəki insanlarla lazımsız rəqabətə girməmək, bir qədər geri çəkilib müşahidə etmək sizə üstünlük qazandıracaq. Kimin nə niyyətdə olduğunu və kimə güvənmək lazım olduğunu bu dövrdə çox aydın görəcəksiniz. Maliyyə mövzularında isə imza atmalı olduğunuz məsələlər varsa, tələsməyin. Emosiyalarla deyil, məntiqlə hərəkət edin. Xüsusilə ortaqlıqlar, razılaşmalar və yatırımlar zamanı detalları diqqətlə analiz etmək vacibdir. Səbirli davransanız, qazanan siz olacaqsınız. Həftə irəlilədikcə, xüsusilə 4 aprel sonrası, sevgi və maliyyə mövzularında daha müsbət bir axım başlayır. Həm emosional həyatınızda, həm də maddi sahədə canlanma və bolluq hissi yarana bilər. Özünüzü daha dəyərli hiss etdiyiniz və həyatın dadını daha çox çıxardığınız bir dövrə daxil olursunuz. Sonda bu həftə sizə vacib bir mesaj verir. Zəhmət, səbir və dürüstlük həmişə qarşılığını tapır. Başqalarının haqqına girən və ya asan yolla qazanc əldə etməyə çalışanlar üçün bu dövr çətin ola bilər. Amma siz öz zəhmətinizə sahib çıxsanız, doğru zamanda doğru qarşılıq alacaqsınız. Qısaca, bu həftə sizin üçün həm maliyyə nizamı qurduğunuz, həm də özünüzü, sərhədlərinizi və həyatınızı yenidən formalaşdırdığınız güclü bir fərqindəlik və dönüşüm dövrüdür. Səbirli irəlləsəniz, qarşınızda daha möhkəm və bərəkətli bir yol açılacaq. Əziz əkizlər və yüksələn əkizlər, bu həftə sizin üçün həm münasibətlərin, həm də daxili fərqindəliklərin intensivləşdiyi, eyni zamanda həyatınıza yeni istiqamətlər vermək istəyinizin gücləndiyi mühüm bir dövr başlayır. Həftəyə xüsusilə ikili münasibətlər və şəxsi həyat mövzuları ilə daxil olursunuz. Sevdiyiniz insanla qurulacaq planlar, birlikdə keçirilən zaman və qarşılıqlı gözləntilər bir neçə gün boyunca gündəminizi müəyyən edə bilər. Partnyorumuzun bu dövrdə daha azad, daha aktiv və fərdi davranmaq istəyini hiss edə bilərsiniz. Əgər siz də bu münasibətə dəyər verirsinizsə, onun baxış bucağını anlamağa çalışmaq və birlikdə hərəkət etmək münasibətinizi gücləndirə bilər. Bu həftə eyni zamanda əməkdaşlıqlar, razılaşmalar və ortaq qərarlar baxımından da önəmlidir. Xüsusilə iş həyatında bəzi mövzularda tək başına deyil, qarşı tərəfin mövqeyinə görə hərəkət etməli ola bilərsiniz. Bu vəziyyət zaman-zaman sizi çətinləşdirə bilər. Amma düzgün strategiya ilə irəlləsəniz, qazanan tərəf siz ola bilərsiniz. Maliyyə mövzularında isə diqqətli olmalı olduğunuz bir dövrdəsiniz. Günəş ilə Yupiter arasındakı gərgin təsir, pul mövzusunda böyümə istəyinizi artırarkən, eyni zamanda ölçünü aşma riskini də gətirir. Daha çox qazanmaq, daha böyük işlər görmək istəyə bilərsiniz. Lakin bu dövrdə riskli addımlardan uzaq durmaq vacibdir. Fürsətlər əlbəttə var, amma ehtiyatlı irəliləmək və həddindən artıq gözləntilərə qapılmamaq sizi qoruyacaq. Digər tərəfdən Veneranın dəstəkləyici təsiri, gözlənilməz bir yerdən gələcək yardımları da göstərir. Bəlkə də arxa planda sizi dəstəkləyən bir insan, karyeranızda və ya ailə həyatınızda mühüm bir qapı aça bilər. Eyni zamanda gizli qalan bəzi məsələlərin üzə çıxma ehtimalı da var. Bu bir münasibət, bir his və ya gizlədilən bir həqiqət ola bilər. Nə olursa olsun, artıq görünmək istəyəcək. Həftənin ortasından etibarən karyera və iş sahənizdə hərəkətlilik artır. Mars ilə Uran arasındakı uyğun bucaq yeni fürsətləri, fərqli iş ideyalarını və cəsarətli addımları dəstəkləyir. Uzun müddətdir içinizdə saxladığınız bir fikri həyata keçirmək üçün uyğun zəmin yarana bilər. Xüsusilə texnoloji, rəqəmsal və yenilikçi sahələrdə şans sizdən yana olacaq. Cümə axşamı Marsın Qoç bürcünə keçməsi ilə sosial çevrənizdə daha aktiv, daha iddialı və daha görünən olacaqsınız. Təşkilatlar, planlar və dost çevrəsində liderlik rolu ala bilərsiniz. Lakin burada diqqət etməli olduğunuz məqam tələskənlik və səbirsizlikdir. Yalnız öz istədiyiniz kimi hərəkət etmək ətrafınızdakı insanlarla gərginlik yarada bilər. Buna görə daha balanslı və düşünərək irəliləmək vacibdir. Bu həftənin ən güclü mövzularından biri isə azadlaşma
və özünüzü yenidən kəşf etmək istəyidir. Sevgi həyatınızda və yaradıcılığınızda artıq qəliblərdən çıxmaq istəyirsiniz. Əgər bir münasibətdə aldadılmısınızsa və ya uzun müddətdir sizi yoran bir vəziyyətdəsinizsə, bu dövrdə həqiqətlər üzə çıxa bilər və sizi azad edə bilər. Eyni zamanda uzun müddətdir ihmal etdiyiniz hobbilərə və sizi xoşbəxt edən fəaliyyətlərə qayıtmaq üçün də əla zamandır. Münasibətlərdə mühüm bir sorğulama prosesi başlayır. Mən nə istəyirəm? Maddi təhlükəsizlik, emosional bağ, yoxsa hər ikisi? Bu sualın cavabını aydınlaşdırmaq, gələcək münasibətlərinizdə daha sağlam addımlar atmağınıza kömək edəcək. Subay əkizlər üçün isə sürpriz bir etiraf və ya gözlənilməz bir sevgi başlanğıcı mümkündür. Evlilər və ya münasibəti davam edənlər üçün isə uşaqlarla bağlı mövzular gündəmə gələ bilər. Xüsusilə yeniyetmə yaşında olan uşaqlarla ünsiyyətdə anlayışlı olmaq, onları dinləmək və ortaq yol tapmaq vacibdir. Bu həftə düzgün ünsiyyətlə həll olunmayacaq heç bir məsələ yoxdur. Bundan əlavə, sağlıqla bağlı uzun müddətdir həll olunmayan bir problem varsa, bu həftə bunun həllini tapmaq ehtimalı da yüksəkdir. Bu baxımdan rahatladıcı inkişaflar yaşaya bilərsiniz. Yaxın çevrə və qohum münasibətlərində isə diqqətli olmaq lazımdır. Yanlış anlaşılmalar, şişirdilmiş reaksiyalar və lazımsız mübahisələr baş verə bilər. Belə hallarda hadisələri böyütməkdənsə, bir qədər geri çəkilib müşahidə etmək daha doğru olacaq. Onsuz da bu dövrdə bir çox həqiqət öz-özünə ortaya çıxacaq. Maliyyə mövzularında isə xüsusilə 9 aprelə qədər riskli yatırımlardan uzaq durmağınız vacibdir. Ani həvəslərlə edilən xərclər və düşünülməmiş addımlar sonradan sizi çətin vəziyyətə sala bilər. Ümumilikdə bu həftə sizin üçün münasibətlərdə aydınlaşdığınız, özünüzü daha yaxşı tanıdığınız, fürsətləri gördüyünüz və həyatınıza yeni istiqamət verməyə başladığınız güclü bir dönüşüm dövrüdür. Özünüzə fokuslandığınız, nə istədiyinizi dəqiqləşdirdiyiniz və hisslərinizi düzgün idarə etdiyiniz müddətdə bu həftədən olduqca qazançlı çıxacaqsınız. Əziz xərçənglər və yüksələn xərçənglər. Bu həftə sizin üçün həm gündəlik həyatın tempinin artdığı, həm də emosional baxımdan mühüm fərqindəliklərin aktivləşdiyi bir dövr başlayır. Həftəyə iş, məsuliyyətlər, gündəlik rejim və sağlamlıq mövzuları ilə daxil olursunuz. Son zamanlar özünüzü həddindən artıq yormuş ola bilərsiniz. Xüsusilə bədəniniz artıq sizə biraz yavaşla siqnalı verir. Omba və ayaq nahiyəsində gərginliklər, əzələ ağrıları və ümumi yorğunluq hissi arta bilər. Buna görə həm fiziki, həm də zehni olaraq özünüzə diqqət göstərmək çox vacibdir. Son günlərdə baş verən dolunayın təsiri isə bu həftə daha aydın hiss olunur. Bu dolunay sizin ev, ailə və yaşayış sahənizi işıqlandırmışdı. Ailə daxilində alınan qərarlar, evlə bağlı dəyişikliklər və ya keçmişdən gələn bəzi mövzular bu həftə daha da görünən ola bilər. Lakin burada ən vacib məsələ balansdır. Həm iş həyatınızda, həm də ailə münasibətlərində ifrata varmadan irəliləməlisiniz. Mən bunu da həll edərəm, daha çoxunu da edərəm düşüncəsi ilə özünüzü yükləmək əvəzinə sərhədlərinizi bilməyi öyrənməlisiniz. Əslində şans sizdən yanadır. Gözəl fürsətlər qarşınıza çıxa bilər. Xüsusilə Veneranın dəstəkləyici təsiri ilə gələcəyinizlə bağlı planlarda doğru insanlarla yollarınız kəsişə bilər. Yeni tanışlıqlar, sosial çevrədə dəyişikliklər, təhsil, səyahət və ya iş əlaqələri baxımından mühüm qapılar açıla bilər. Həyatımıza daxil olan bəzi insanlar gələcəkdə sizi çox fərqli yerlərə apara bilər. Mars ilə Uran arasındakı uyğun bucaq da xüsusilə xariclə bağlı mövzular, təhsil, səyahət və ticarət sahələrində fürsətlər gətirir. Yeni baxış bucağı qazana, yeni bir hədəf müəyyən edə və ya uzun müddətdir düşündüyünüz bir planı həyata keçirmək üçün cəsarət tapa bilərsiniz. Cümə axşamı Marsın Doç bürcünə keçməsi ilə həyatınızda yeni bir temp başlayır. Artıq daha görünən olmaq, özünüzü göstərmək və karyeranızda irəliləmək istəyəcəksiniz. Hədəflərinizə çatmaq üçün daha sürətli və daha cəsarətli addımlar ata bilərsiniz. Lakin burada diqqət edilməli mühüm məqam var. Səbirsizlik və ani reaksiyalar. Xüsusilə rəhbərlərlə və iş mühitində tələskən davranmaq bəzi problemlərə səbəb ola bilər. Gücünüzü düzgün istifadə etsəniz, yüksələcəksiniz. Amma nəzarətsiz istifadə etsəniz, çətinlik yaşaya bilərsiniz.
Bu həftənin ən güclü mesajı isə emosional sərhədlərinizlə bağlıdır. Uzun müddətdir ailəniz, sevdikləriniz və mənim insanım dediyiniz şəxslər üçün çox fədakarlıq etmiş ola bilərsiniz. Lakin bu fədakarlıqlar bəzən qarşılıq tapmayıb və sizi yormuş ola bilər. İndi göy üzü sizə deyir, əvvəlcə özün. Hər kəsi qorumağa çalışarkən özünüzü ihmal etmisinizsə, bunu fərq etməyin vaxtıdır. Bəzi xərçənglər üçün bu proses bir qədər sarsıdıcı ola bilər. Çünki çox güvəndiyiniz insanların həqiqi üzünü görə bilərsiniz. Bu sizi üzə bilər, amma uzun müddətdə sizi qoruyacaq bir fərqindəlikdir. Artıq başqalarının səhvlərini örtmək əvəzinə, hər kəsin öz məsuliyyətini daşımasına icazə verməlisiniz. Bu həftə eyni zamanda ədalət mövzusu da çox güclüdür. Amma bu ədalət əvvəlcə başqaları üçün deyil, özünüz üçündür. Öz ehtiyaclarınızı görməzdən gələrək qurduğunuz balans artıq davamlı deyil. Mən nə istəyirəm, sualını verməkdən çəkinməyin. Əgər bir mövzuda haqqınızı tələb etməlisinizsə, bunu etməzdən əvvəl plan qurmağınız faydalı olacaq. Xüsusilə bir neçə gün ərzində emosiyalarla deyil, daha strateji davranmaq vacibdir. Hər şeyi hər kəslə paylaşmaq əvəzinə, bəzi planları özünüzdə saxlamaq sizi daha güclü edəcək. Sosial çevrənizdə isə yüngül bir qısqanclıq enerjisi ola bilər. Olduğunuz mühitlərdə diqqət çəkə bilərsiniz və bəzi insanların sizi qısqandığını hiss edə bilərsiniz. Buna görə planlarınızı və hədəflərinizi çox göz önündə yaşamamaq daha doğru olar. Bəzən sadə qalmaq enerjinizi qorumağın ən yaxşı yoludur. Maddi və mənəvi mövzularda isə başqalarından asılı olmamağa diqqət edin. Öz ayaqlarınız üzərində durmaq və öz resurslarınıza güvənmək bu həftə sizi daha güclü edəcək. Sevgi və şəxsi həyatınızda isə mühüm bir daxili sorğulama prosesi var. Mən bu münasibətdə özüməm sualı gündəmə gələ bilər. Özünüzü itirdiyiniz heç bir bağın sizə həqiqi xoşbəxtlik gətirməyəcəyini artıq anlayırsınız. Bu fərqindəlik bəzi münasibətləri dəyişdirə və ya həyatınızdan çıxarmağınıza səbəb ola bilər. Ümumilikdə bu həftə sizin üçün həm fiziki, həm də emosional olaraq toparlandığınız, sərhədlərinizi müəyyən etdiyiniz, kimin həqiqətən yanınızda olduğunu gördüyünüz və həyatınızda yeni bir balans qurmağa başladığınız mühüm bir dövrdür. Bu prosesin mesajı isə çox aydındır. Özünüzü seçdiyiniz anda həyat da sizi seçməyə başlayacaq. Əziz şirlər və yüksələn şirlər. Bu həftə sizin üçün həm zövqlü, həm də fərqindəliklərlə dolu, yenidən səhnəyə çıxdığınız bir dövr başlayır. Həftəyə olduqca pozitiv enerji ilə daxil olursunuz. Özünüzə vaxt ayırmaq, həyatın dadını çıxarmaq, hobbilərinizlə məşğul olmaq, yaradıcılığınızı ortaya qoymaq və ya açıq havada aktiv olmaq sizə çox yaxşı təsir edəcək. Əgər övladlarınız varsa, onlarla daha çox maraqlanmaq və keyfiyyətli zaman keçirmək də ruhunuzu qidalandıracaq. İş və karyera sahəsində isə olduqca dəstəkləyici təsirlər altındasınız. Veneranın müsbət təsiri sayəsində doğru insanlarla bir araya gələ, güclü iş əlaqələri qura və bu əlaqələr vasitəsilə qazanc əldə edə bilərsiniz. Uzun müddətdir gözlədiyiniz bir yüksəliş, maaş artımı və ya mühüm bir inkişaf varsa, bu həftə bununla bağlı xəbər alma ehtimalınız yüksəkdir. Artıq atdığınız addımların qarşılığını görməyə başladığınız bir mərhələdəsiniz. Lakin bu müsbət axınla yanaşı, diqqət edilməli məqamlar da var. Günəş ilə Yupiter arasındakı gərgin bucaq xüsusilə təhsil, səyahət, ticarət və hüquqi məsələlərdə ifrata varma riskini artırır. Mənə heç nə olmaz düşüncəsi ilə hərəkət etmək lazımsız risklərə səbəb ola bilər. Xüsusilə hüquqi və rəsmi proseslərdə daha ehtiyatlı olmaq faydalıdır. Hər şey yaxşı gedərkən edilən kiçik bir səhv vəziyyəti çətinləşdirə bilər. Son günlərdə baş verən dolunayın təsiri isə yaxın çevrə, bacı-qardaşlar, qohumlar və ünsiyyət sahəsində özünü göstərməyə davam edir. Bu dövrdə bəzi həqiqətlər üzə çıxa bilər. Uzun müddətdir hiss etdiyiniz, amma adını qoya bilmədiyiniz vəziyyətlər aydınlaşa bilər. Arxanızca danışılan sözlər, gizli niyyətlər və ya səmimiyyətsiz davranışlar ortaya çıxacaq. Bəlkə bir söz, bir mesaj və ya gözlənilməz bir hadisə sizə hər şeyi göstərəcək. Amma burada vacib olan budur. Bu vəziyyət sizi zəiflətmək üçün deyil, gücləndirmək üçün ortaya çıxır. Siz artıq daxilən bir şeylərin düzgün olmadığını hiss edirdiniz. İndi sadəcə bunun sübutunu görürsünüz.
və bu sayədə həyatınızdan kimləri uzaqlaşdırmalı olduğunuzu daha aydın anlayacaqsınız. Bu həftə əslində öz işığını yandırma həftəsidir. Artıq başqalarının kölgəsində qalmaq istəmirsiniz. Öz gücünüzü və potensialınızı dərk etməyə başlayırsınız. Son zamanlarda yaşadığınız çətinliklər sizi yormuş ola bilər, amma eyni zamanda sizi gücləndirdi. İndi o gücün yavaş-yavaş üzə çıxdığını hiss edirsiniz. Mars ilə Uran arasındakı uyğun təsir xüsusilə maliyyə mövzularında və yeni başlanğıclarda sizə dəstək verir. Daha əvvəl təxirə saldığınız və ya başlaya bilmədiyiniz mövzuları indi daha rahat həyata keçirə bilərsiniz. Pul mövzularında doğru addımları sezgilərinizlə belə hiss edə biləcəyiniz bir həftədəsiniz. Cümə axşamı Marsın Qoç bürcünə keçməsi ilə həyatımızda sürətlənmə başlayır. Səyahətlər arta bilər, yeni planlar gündəmə gələ bilər və ticarət fəaliyyətləriniz aktivləşə bilər. Sosial media, təhsil və ünsiyyət sahəsində özünüzü daha güclü ifadə edə bilərsiniz. Lakin burada da diqqət edilməli məqam eynidir. Plansız hərəkət etməmək. Addımlarınızı yaxşı planlamasanız, sonrakı mərhələdə bəzi maneələrlə qarşılaşa bilərsiniz. Bu dövrdə rəqabət hissiniz də artır. Daha iddialı, daha cəsarətli və ön planda olmaq istəyəcəksiniz. Bu yaxşı bir motivasiyadır. Amma səbirsizliklə birləşərsə, münasibətlərinizi çətinləşdirə bilər. Xüsusilə ətrafınızdakı insanlarla ünsiyyətdə balansı qorumaq vacibdir. Emosional olaraq isə içinizdə yığılan bəzi hisslər üzə çıxa bilər. Son zamanlarda deyə bilmədikləriniz və bastırdığınız duyğular boğazınızda düyün kimi hiss oluna bilər. Bu nöqtədə özünüzü ifadə etməkdən çəkinməyin. Lazım gələrsə yazın, danışın, ağlayın, amma içinizdə saxlamayın. Bu sizi yüngülləşdirəcək. Qarşıdakı dövr əslində sizin üçün bir yüksəlişin başlanğıcıdır. Hazırda addım-addım irəliləyirsiniz, qarşıdakı maneələri təmizləyirsiniz. Bu proses biraz səbir tələb edir, amma nəticəsi çox böyük olacaq. Xüsusilə gələcək aylarda gücünüzü daha aydın hiss edəcəksiniz. Bu həftə sizə verilən ən vacib mesajlardan biri də budur. Daxili rahatlığınızı qoruyun. Ətrafınızda nə olursa olsun, kim nə edirsə etsin, diqqətinizi özünüzə yönəldin. Mənə nə yaxşı təsir edir? Sualının cavabı bu həftə sizin yol göstəriciniz olacaq. Əgər bir sənəd imzalamaq, mühüm qərar vermək və ya plan qurmaq lazımdırsa, tələsməmək faydalıdır. Doğru zamanı gözləmək sizi daha möhkəm bir nöqtəyə aparacaq. Ümumilikdə bu həftə sizin üçün özünüzü yenidən kəşf etdiyiniz, həqiqətləri gördüyünüz və gücünüzü geri qazandığınız bir dövrdür. Artıq səhnə sizindir və işığınız getdikcə daha parlaq yanır. Unutmayın, əsl güc başqalarının sizi necə gördüyü deyil, sizin özünüzü necə gördüyünüzdür. Əziz qızlar və yüksələn qızlar. Bu həftə sizin üçün həm daxili fərqindəliklərin artdığı, həm də həyatınızı yenidən tənzimləmək ehtiyacı hiss etdiyiniz olduqca mühüm bir dövr başlayır. Həftəyə ev, ailə və yaşayış sahənizlə bağlı mövzular ön planda daxil olursunuz. Evinizdə görülməli işlər, ailə üzvləri ilə bağlı məsələlər və ya ev daxilindəki məsuliyyətlər gündəminizi xeyli məşğul edə bilər. Son günlərdə baş verən dolunayın təsirləri isə hələ də davam edir. Xüsusilə maliyyə mövzuları, qazanc, xərclər və sahib olduqlarınızla bağlı fərqindəliklər bu həftədə özünü göstərəcək. Pul ilə bağlı yaşadıqlarınız indi emosional və ailəvi mövzularla daha çox iç-içə keçə bilər. Buna görə həm büdcənizi, həm də emosional balansınızı qorumağınız vacibdir. Günəş ilə Yupiter arasındakı gərgin bucaq xüsusilə maliyyə sahəsində ifrata varma riskini artırır. Daha çox istəmək, daha böyük addımlar atmaq və ya mən bunu daha yaxşı edə bilərəm düşüncəsi ilə hərəkət etmək sizi çətin vəziyyətə sala bilər. Halbuki bu həftə sizin üçün ən vacib şey ölçülü olmaq və real addımlar atmaqdır. Fürsətlər var, bəli, amma onları düzgün idarə etmək sizin əlinizdədir. Digər tərəfdən sosial çevrənizdən, dostlarınızdan və ya iş əlaqələrinizdən dəstək ala biləcəyiniz müsbət təsirlər də mövcuddur. Doğru insanlarla bir araya gəlmək yeni qapılar aça bilər. Lakin burada hər şeyi mən həll edərəm yanaşmasından bir qədər uzaqlaşmaq lazımdır. Sevgi və münasibətlər sahəsində isə daha yumşaq və dəstəkləyici bir enerji hakimdir. Sevdiyiniz insanla planlar qurmaq, gələcəklə bağlı söhbətlər etmək və münasibəti daha möhkəm bir təmələ oturtmaq mümkündür. Eyni zamanda partnyorunuzun ailəsi
qohumları və ya yaxın çevrəsi ilə bağlı müsbət inkişaflar da yaşana bilər. Səyahət, təhsil, ticarət və hüquqi mövzularda da xoş xəbərlər ala bilərsiniz. Mars ilə Uran arasındakı uyğun bucaq, xüsusilə münasibətlər və ortaq işlər sahəsində sizə fürsətlər təqdim edərkən, cümə axşamı Marsın Qoç bürcünə keçməsi ilə maliyyə sahənizdə hərəkətlilik başlayır. Bu dövrdə daha iddialı, daha aktiv və daha rəqabətli ola bilərsiniz. Nə istədiyinizi çox aydın biləcəksiniz. Amma burada diqqət edilməli əsas məqam tələskənlikdir. Düşünmədən atılan addımlar sonrakı mərhələdə sizi çətin vəziyyətə sala bilər. Əgər həyatınızda bir partnyor varsa, onun da maliyyə mövzularında ani və düşünülməmiş qərarlar aldığını görə bilərsiniz. Bu nöqtədə həm öz addımlarınızı, həm də ortaq qərarları daha diqqətlə idarə etməlisiniz. Riskli yatırımlardan, ani xərclərdən və plansız təşəbbüslərdən uzaq durmaq faydalı olacaq. Amma bu həftənin əsas mövzusu pul deyil, dəyərdir. Öz dəyərinizi dərk etmək və əməyinizin qarşılığını tələb etmək zamanıdır. Uzun müddətdir başqaları üçün çalışır, onların həyatını asanlaşdırır və hər şeyi mükəmməl etmək üçün özünüzdən güzəştə gedirsiniz. Amma bunun qarşılığında eyni diqqəti görmədiyinizi fərq etmiş ola bilərsiniz. Məhz bu dolunay sizə bunu aydın şəkildə göstərir. Artıq özün üçün də bir şey et. İstər işdə, istər ailədə, istərsə də münasibətlərdə. Sizin verdiyiniz əməyin qarşılığı kifayət qədər verilməmiş ola bilər. Bu həftə bəzi reallıqlarla üzləşə bilərsiniz. Xüsusilə ortaq maliyyə, miras, paylaşım və ya məsuliyyət mövzularında qarşı tərəfin həqiqi niyyətlərini daha aydın görə bilərsiniz. Qız bürcünün ən güclü xüsusiyyətlərindən biri mükəmməlçilikdir. Ən yaxşısını mən edim deyərək hər yükü üzərinizə götürməyə öyrəşmisiniz. Amma artıq bu sizi yormağa başlayıb. Hər şeyi nəzarətdə saxlamaq və hər detalı düzəltmək məcburiyyətində deyilsiniz. Bəzən qoyun, bəzi şeylər natamam qalsın. Bəzi insanlar öz məsuliyyətlərini özləri daşısın. Çünki siz başqalarının işini gördükcə öz həyatınıza sərf etməli olduğunuz enerjini itirirsiniz. Bu isə həm fiziki, həm də ruhsal olaraq sizə təsir edir. Xüsusilə bu həftə həzm sistemi, bağırsaqlar, boğaz və boyun nahiyəsində həssaslıqlar yaşaya bilərsiniz. Daxilinizdə saxladığınız və ifadə edə bilmədiyiniz hisslər bədəninizdə əks oluna bilər. Buna görə özünüzü ifadə etməkdən çəkinməyin. Mən bunu etməli deyiləm deməyi öyrənin. Sərhəd qoymaq eqoizm deyil, özünə hörmətdir. Ev daxilində və ya iş mühitində məsuliyyətlər ədalətli şəkildə bölüşdürülmürsə, artıq bunu dilə gətirməyin vaxtıdır. Hər kəs öz payına düşəni etməlidir. Siz hər şeyi üzərinizə götürmək məcburiyyətində deyilsiniz. Bu həftə sizin üçün bir oyanış həftəsi ola bilər. Kimin sizə həqiqətən dəyər verdiyini, kimin isə sadəcə sizin əməyinizdən faydalandığını daha aydın görəcəksiniz. Bu fərqindəlik isə sizi daha güclü bir nöqtəyə aparacaq. Ümumilikdə bu həftə sizin üçün həm maliyyə mövzularında diqqətli olmalı olduğunuz, həm də öz dəyərinizi yenidən müəyyənləşdirdiyiniz, sərhədlərinizi çəkdiyiniz və həyatınızı daha balanslı hala gətirməyə başladığınız bir dövrdür. Və bu prosesin ən vacib mesajı budur. Başqaları üçün mükəmməl olmağa çalışarkən, özünü ihmal edən insan ən böyük haqsızlığı özünə edir. Əziz tərəzilər və yüksələn tərəzilər, bu həftə sizin üçün həm ünsiyyətin intensivləşdiyi, həm də özünüzlə bağlı çox önəmli fərqindəliklər yaşadığınız bir dövr başlayır. Həftəyə yaxın çevrənizlə olan əlaqələriniz ön planda daxil olursunuz. Bacı-qardaşlar, qonşular və ya tez-tez görüşdüyünüz insanlarla ediləcək söhbətlər, planlar və paylaşımlar gündəminizi məşğul edə bilər. Son günlərdə sizin bürcünüzdə baş verən dolunay isə hələ də güclü təsirini göstərməkdədir. Bu dolunay sizə mən nə istəyirəm, necə bir həyat qurmaq istəyirəm suallarını verdirdi. Bəlkə bəzi qərarlar aldınız, bəlkə bəzi mövzular artıq görməzdən gəlinə bilməyəcək qədər aydınlaşdı. İndi isə bu həftə həmin fərqindəliklərin nəticələrini yaşamağa başlayırsınız. Amma burada diqqət edilməli vacib bir məqam var. Günəş ilə Yupiter arasındakı gərgin bucaq. Bu təsir xüsusilə münasibətlərdə və karyera mövzularında ifrata varma meyli yarada bilər. Sevdiyiniz insanla münasibətlərinizdə və ya iş həyatınızda böyümək istəyi arta bilər. Lakin bu istək bəzən ölçünü qaçırmağınıza səbəb ola bilər. Eyni nöqtədə görüşə bilməmək, fərqli gözləntilər
bəzi gərginliklər yarada bilər. Buna baxmayaraq, siz bu prosesi idarə edə biləcək ən güclü bürclərdən birisiniz. Çünki balans sizin təbiətinizdə var. Yetər ki, bunu xatırlayın və hadisələri böyütmək əvəzinə sakitliklə yanaşın. Maddi mövzularda isə müsbət dəstək təsirləri mövcuddur. Veneranın təsiri ilə iş həyatınızda doğru insanlarla qarşılaşa, yeni fürsətlər əldə edə bilərsiniz. Xüsusilə borclar, kreditlər, miras və ya dövlətlə bağlı işləriniz varsa, bu sahələrdə həll yolları tapmaq üçün şans sizdən yanadır. Maliyyə məsələlərində yenidən qurma, tənzimləmə və planlama üçün uyğun bir zamandasınız. Bu həftə spiritüel mövzulara marağınız da arta bilər. Daxili olaraq özünüzü daha dərindən sorğuladığınız, bəzi şeyləri anlamağa çalışdığınız bir dövrdəsiniz. Eyni zamanda sağlamlıqla bağlı mövzularda da qoruyucu təsirlər altındasınız. Əgər vacib bir qərar və ya prosedur varsa, düzgün zamanlama ilə müsbət nəticələr əldə edə bilərsiniz. Cümə axşamı Marsın Qoç bürcünə keçməsi ilə enerjiniz münasibətlər sahəsinə yönəlir. Artıq ikili münasibətlərdə daha aktiv, daha mübariz və daha açıq mövqe sərgiləyəcəksiniz. Ortaqlı işlər, evlilik və ya partnyorunuzla bağlı mövzular gündəminizdə daha çox yer tutacaq. Lakin burada da tələskən və həddindən artıq rəqabətli davranmamağa diqqət edin. Enerjinizi düzgün yönləndirsəniz, münasibətləriniz güclənəcək. Əks halda lazımsız mübahisələr yarana bilər. Amma bu həftənin əsas mövzusu tamam fərqlidir. Yox deməyi öyrənmək. Uzun müddətdir həyatınızda balansı qorumaq üçün özünüzdən çox güzəştə getmiş ola bilərsiniz. Heç kim inciməsin, mühit pozulmasın, sakitlik itməsin deyə öz istəklərinizi geri plana atmış ola bilərsiniz. Amma bu dolunay sizə açıq şəkildə deyir. Bu cür davam etsəniz, ən çox ziyanı özünüzə verəcəksiniz. İndi artıq özünüzü seçmək zamanıdır. Yox demək sizin üçün asan olmaya bilər. Amma bu həftə bunu öyrənməlisiniz. Çünki siz sərhəd qoymadıqca, qarşınızdakı insanların əsl davranışını tam görə bilməzsiniz. Daim güzəşt etdiyiniz insanlar sizə necə davrandıqlarının fərqinə varmadan eyni şəkildə davam edirlər. Amma bir dəfə yox dediyiniz anda hər şey aydınlaşır. Sizi həqiqətən anlayan və sizə dəyər verən insanlar qalacaq. Digərləri isə onsuz da uzaqlaşacaq. Bu prosesdə bəzi münasibətlərdə krizlər yaşana bilər. Amma bu krizlər sizi dağıtmaq üçün deyil, həqiqətləri göstərmək üçündür. Bəlkə bir münasibətdə, bir ortaqlıqda və ya ailə bağında artıq davam yoxsa tamam nöqtəsinə gələcəksiniz. Eyni zamanda öz dəyər mövzusu bu həftə çox önəmlidir. Özünüzə nə qədər dəyər verdiyiniz həyatınızın hər sahəsinə əks olunacaq. Özünüzü geri plana atdığınız hər yerdə balansın əslində pozulduğunu görəcəksiniz. Sağlamlıq baxımından isə bel nahiyəsi, böyrəklər və hormon balansı həssas ola bilər. Emosional yüklər artdıqca bu sahələrdə narahatlıq hiss edə bilərsiniz. Buna görə həm fiziki, həm də emosional olaraq özünüzü qorumağa çalışın. Digər vacib mövzu isə ətrafınızdakı gizli rəqabət və qısqanclıq enerjisidir. Xüsusilə bir neçə gün ərzində planlarınızı çox paylaşmamaq, özünüzdə saxlamaq daha doğru olar. Enerji baxımından bir qədər həssas dövrdəsiniz. Ümumilikdə, bu həftə sizin üçün özünüzü yenidən tanıdığınız, sərhədlərinizi müəyyənləşdirdiyiniz və həyatınızda həqiqətən sizinlə eyni balansda olan insanları gördüyünüz çox önəmli bir dövrdür. Və bu prosesin ən açıq mesajı budur. Öz balansınızı qorumaq üçün bəzən başqalarının balansını pozmağı gözə almalısınız. Əziz əqrəblər və yüksələn əqrəblər. Bu həftə sizin üçün həm maliyyə mövzularının ön plana çıxdığı, həm də daxili dünyanızda mühüm fərqindəliklər yaşadığınız bir dövr başlayır. Həftəyə pul, qazanc, xərclər və maliyyə planlarınızla bağlı inkişaflarla daxil olursunuz. Xüsusilə təhsil, səyahət və ya özünüzü inkişaf etdirəcəyiniz sahələrə pul ayırmaq istəyiniz arta bilər. Gələcəyə yönəlik planlar qurmaq, büdcənizi yenidən tənzimləmək və maddi baxımdan daha möhkəm addımlar atmaq istəyə bilərsiniz. Son günlərdə baş verən dolunay isə sizi bir qədər çətinləşdirmiş ola bilər. Bu dolunay bəzi həqiqətləri üzə çıxardı və bəlkə də görmək istəmədiyiniz mövzuları görünən etdi. Xüsusilə iş mühitində və ya gündəlik həyatınızda bir mövzunun böyüməsi, uzanması və sizi yorması mümkün olub. İndi isə bu həftə həmin yaşananların təsirini daha aydın hiss edirsiniz. Günəş ilə Yupiter arasındakı gərgin bucaq
iş və karyera sahəsində böyümək istəyinizi artırır. Daha çox etmək, daha irəli getmək və daha çox qazanmaq istəyirsiniz. Bu əslində çox gözəl motivasiyadır. Amma burada diqqət edilməli əsas məqam sərhədlərdir. Plansız böyümə, hesabsız risk alma və ya necə olsa olar düşüncəsi ilə hərəkət etmək sizi çətin vəziyyətə sala bilər. Bu səbəbdən bu həftə atdığınız hər addımda B planım nədir sualını özünüzə verməyiniz faydalı olacaq. Buna baxmayaraq, demək olar ki, doğru strategiya ilə hərəkət etsəniz, iş həyatınızda gözəl fürsətlər əldə edə bilərsiniz. İş mühitinizdə yeniliklər, yeni imkanlar və ya sizi irəli aparacaq əlaqələr gündəmə gələ bilər. Yetər ki, nəzarəti əldən verməyin. Sevgi və münasibətlər sahəsində isə daha isti və dəstəkləyici bir enerji hakimdir. Veneranın müsbət təsiri ilə sevdiyiniz insana daha çox yönəlmək, münasibətinizi gücləndirmək və güvən hissini artırmaq istəyə bilərsiniz. Əgər həyatınızda biri yoxdursa, bu həftə daxil olacağınız mühitlərdə sizi təsirləndirəcək biri ilə tanış olma ehtimalınız yüksəkdir. Xüsusilə sosial çevrələr, dost mühitləri və ya dəvətlər bu baxımdan sürprizlər gətirə bilər. Mars ilə Uran arasındakı uyğun bucaq, ortaq işlər və əməkdaşlıqlar baxımından sizə fürsətlər təqdim edir. Yeni bir tərəfdaşlıq, birlikdə həyata keçiriləcək layihə və ya əməkdaşlıq sizə qazanc gətirə bilər. Lakin cümə axşamı Marsın Qoç bürcünə keçməsi ilə enerjiniz daha çox iş həyatınıza yönəlir. Artıq daha sürətli, daha rəqabətli və daha iddialı şəkildə hərəkət edəcəksiniz. Bu dövrdə təşkilatçılıq bacarığınız arta bilər. İşlərinizi daha tez nizama sala və ətrafınızda daha dominant bir mövqe sərgiləyə bilərsiniz. Amma burada diqqət edilməli əsas məqam qarşıdurmalardır. Əgər səbirsiz və ya həddindən artıq nəzarətçi davransanız, iş yoldaşlarınız və ya birlikdə çalışdığınız insanlarla gərginlik yaşaya bilərsiniz. Amma bu həftənin əsas mövzusu əslində xarici dünyadan çox daxili dünyanızdır. Zehniniz çox aktivdir. Daim düşünmək, analiz etmək, hər ehtimalı hesablamaq sizi yormuş ola bilər. Hadisələrin arxasındakı mənanı tapmağa çalışmaq, insanların niyyətlərini oxumaq və görəsən belə olsaydı necə olardı deyə özünüzü sorğulamaq enerjinizi tükədir. Xüsusilə gecələr zehniniz sakitləşməkdə çətinlik çəkə bilər. Bu həftə göy üzünün sizə mesajı budur. Biraz buraxın. Hər şeyi nəzarətdə saxlamaq məcburiyyətində deyilsiniz. Hər ehtimalı düşünmək sizi qorumaq əvəzinə yorur. Həyatın axınına biraz daha güvənməyi öyrənməlisiniz. Çünki siz nə qədər nəzarət etməyə çalışsanız, bir o qədər anı qaçırırsınız. Digər vacib mövzu isə başqalarının yükünü daşımaqdır. Siz çox zaman problemləri həll edən, hər şeyi toparlayan və bunu hiss etdirmədən edən insan olursunuz. Amma bu vəziyyət sizi yorur. Hər kəsin məsuliyyətini daşımaq məcburiyyətində deyilsiniz. Qoy insanlar öz problemlərini özləri həll etsin. Bu həftə xüsusilə ətrafınızdakı bəzi insanların həqiqi niyyətlərini fərq edə bilərsiniz. İş mühitində və ya sosial çevrədə sizə dost kimi görünən, amma əslində rəqabət aparan insanlar üzə çıxa bilər. Bu sizi təəccübləndirməsin. Zaten daxilinizdə bir şübhə var idi, indi sadəcə aydınlaşır. Ailə mövzusunda isə xüsusilə həyat yoldaşınız və ya partnyorunuzla aranıza başqalarının girməsinə imkan verməməyə çalışın. Xarici təsirlər, yanlış yönləndirmələr və ya manipulativ söhbətlər münasibətinizi lazımsız yerə çətinləşdirə bilər. Bu səbəbdən bəzi mövzuları daha qapalı yaşamaq daha sağlam olacaq. Sağlamlıq baxımından isə zehni yorğunluq ön plandadır. Yuxusuzluq, narahatlıq, başda ağırlıq hissi və ya bədəndə gərginlik yaşaya bilərsiniz. Xüsusilə çiyin, bel və kürək nahiyəsində yük hissi yarana bilər. Bu, daşıdığınız emosional yüklərlə birbaşa əlaqəli ola bilər. Ümumilikdə bu həftə sizin üçün həm maliyyə mövzularında strateji davranmalı olduğunuz, həm də zehni yüklərinizi azaltmalı olduğunuz bir dövrdür. Nəzarəti biraz buraxıb axına güvəndiyinizdə hər şeyin daha asan irəlilədiyini görəcəksiniz. Və bu prosesin ən vacib mesajı budur. Hər şeyi nəzarətdə saxlamağa çalışdıqca deyil, biraz buraxdığınızda həqiqi gücünüz ortaya çıxır. Əziz oxatanlar və yüksələn oxatanlar. Bu həftə enerjiniz olduqca yüksəkdir və göy üzü sanki sizi səhnəyə dəvət edir. Ayın bürcünüzdə hərəkəti ilə həftəyə güclü bir başlanğıc edirsiniz.
Diqqətlər üzərinizdədir. Fürsətlər qapınızdadır və həyat sizi hərəkətə çağırır. Mühüm görüşlər, xəbərlər və yeni inkişaflarla qarşılaşa bilərsiniz. Buna görə bu həftəni düzgün dəyərləndirmək çox vacibdir. Son günlərdə baş verən dolunay isə xüsusilə sosial çevrəniz, dostluq münasibətləriniz və daxil olduğunuz qruplar vasitəsilə bəzi fərqindəliklər gətirdi. Kim həqiqətən sizin yanınızdadır, kim isə sadəcə maraqları üçün sizinlədir. Bu fərq artıq aydınlaşmağa başlayır. Bəlkə bəzi dostlarınızla bağlı məyusluq yaşadınız və ya maddi mövzularda bir balanssızlıq hiss etdiniz. İndi isə bu həftə həmin yaşananların nəticələrini daha açıq görürsünüz. Günəş ilə Yupiter arasındakı gərgin bucaq xüsusilə riskli addımlar mövzusunda sizi xəbərdar edir. Təbii olaraq cəsarətli və optimist olsanız da, bu həftə ölçü anlayışı çox önəmlidir. Xüsusilə investisiyalar, xərclər və ya ani qərarlar gündəmdədirsə, 2 dəfə düşünmək faydalı olar. Böyük qazanc əldə etmək istəyərkən, nəzarətsiz addımlar sizi çətin vəziyyətə sala bilər. Sevgi həyatınızda isə hərəkətli və canlı bir dövrdəsiniz. Duyğularınız güclü, enerjiniz yüksəkdir və paylaşmaq istəyiniz artır. Amma burada da ifrata varmamağa diqqət edin. Sevdiyiniz insana dəstək olmaq istəyərkən, onun sahəsinə həddindən artıq müdaxilə etmək və ya yaxşı niyyətlə etdiyiniz bir şeyin əks təsir yaratması mümkündür. Balansı qorumaq bu həftə hər sahədə olduğu kimi burada da əsas açardır. İş və karyera sahəsində isə müsbət inkişaflar var. Veneranın dəstəyi ilə keçmişdən tanıdığınız biri yenidən qarşınıza çıxa bilər və ya uzun zamandır gözlədiyiniz bir fürsət nəhayət konkret formaya düşə bilər. Xüsusilə həftənin əvvəlindən etibarən artıq olur dediyiniz inkişaflar yaşaya bilərsiniz. Xəyal etdiyiniz bir işin ilk addımlarını atmaq mümkündür. Cümə axşamı Marsın Qoç bürcünə keçməsi ilə həyatınıza daha da dinamik enerji daxil olur. Bu təsir xüsusilə sevgi, yaradıcılıq və zövq sahələrinizi canlandıracaq. İdmanla məşğul olmaq, sosial aktivliklərə qatılmaq, yeni hobbilər qazanmaq və ya özünüzü ifadə etdiyiniz sahələrdə aktiv olmaq üçün çox uyğun bir dövrdür. Eyni zamanda sevgi həyatınızda da daha cəsarətli və təşəbbüskar ola bilərsiniz. Amma bu həftənin əsas mövzusu bir qədər daha dərindir. Siz təbiətcə şən, optimist və pozitiv bir bürcsünüz. Amma bəzən bu müsbət enerjini hər kəsə eyni şəkildə verirsiniz. Bu həftə isə göy üzü sizə deyir, enerjini layiq olanlara ver. Çünki ətrafınızda sizin yaxşı niyyətinizdən istifadə edən, enerjinizi tükədən insanlar ola bilər. Həmişə gülümsəyən üzünüzün arxasında nələr yaşadığınızı hər kəs bilmir və bəziləri bunu heç nəzərə almır. Bu dolunay sizə kimin həqiqi dost, kimin isə sadəcə yaxşı gün insanı olduğunu göstərmək üçün gəldi. İndi seçim zamanıdır. Hər kəsi eyni yerdə saxlamaq məcburiyyətində deyilsiniz. Sizə yaxşı təsir etməyən, yalnız alan, amma verməyən insanları həyatınızdan çıxarmaq sizə yüngüllük gətirəcək. Bu dövrdə maliyyə mövzularında da diqqətli olmalısınız. Başqalarından gözlədiyiniz dəstək gəlməyə bilər. Bu isə əslində sizə öz gücünə güvən mesajı verir. Öz imkanlarınızla irəliləmək sizi daha möhkəm bir nöqtəyə aparacaq. Ünsiyyət mövzusunda isə xüsusilə bir neçə gün daha ehtiyatlı olmağınız faydalıdır. Eşitdiyiniz hər mövzuya qarışmaq, hər söhbətdə yer almaq və ya hər bildiyinizi paylaşmaq sizi çətin vəziyyətə sala bilər. Dedikodulardan uzaq durmaq, lazımsız mübahisələrə girməmək və bəzi şeyləri görməzdən gəlmək daha doğru olacaq. Həmçinin bu həftə üçün digər vacib xəbərdarlıq. Hər şeyi hər kəslə paylaşmayın. Xüsusilə daxili narahatlıqlarınızı, şəxsi həyatınızı və ya həssas mövzuları güvənmədiyiniz insanlarla bölüşmək sonradan əleyhinizə çevrilə bilər. Bəzən susmaq ən güclü mövqedir. Fiziki olaraq isə daxili gərginliklər bədəninizə yansıya bilər. Xüsusilə omba, ayaq nahiyəsi, sinir sistemi və ümumi narahatlıq hissi ön plana çıxa bilər. Duyğusal dalğalanmalar bədəninizdə də əks oluna bilər. Buna görə özünüzü həddindən artıq yormamağa çalışın. Qarşıdakı dövr əslində sizin üçün çox gözəl başlanğıclar vəd edir. Xüsusilə ayın ortalarından sonra həyatınızda sürətlənmə və yeni fürsətlər gündəmə gələcək. Amma bu həftəni daha çox hazırlıq və təmizlənmə mərhələsi kimi dəyərləndirmək daha doğru olar. Ümumilikdə baxdıqda, bu həftə sizin üçün həm özünüzü ortaya qoyduğunuz, həm də ətrafınızı yenidən tənzimlədiyiniz,
kiminlə yola davam edəcəyinizə qərar verdiyiniz önəmli bir dövrdür. Və bu prosesin ən açıq mesajı budur. Hər kəsə yaxşı olmaq məcburiyyətində deyilsiniz. Enerjinizi doğru insanlara yönəltdiyinizdə həyat sizə artıq olanı geri verəcək. Əziz oğlaqlar və yüksələn oğlaqlar, bu həftə sizin üçün bir qədər durğun başlayan, amma irəlilədikcə məna qazanan bir dövr söz mövzusudur. Həftəyə enerjinizin çox yüksək olmadığı, motivasiyanızı toplamaqda çətinlik çəkə biləcəyiniz bir ruh halı ilə başlaya bilərsiniz. Xüsusilə ilk bir neçə gün heç nə etmək istəmirəm hissi üstünlük təşkil edə bilər. Amma bu keçici təsirdir. Həftə irəlilədikcə toparlandığınızı və daha aydın düşündüyünüzü fərq edəcəksiniz. Son günlərdə baş verən dolunay isə sizin üçün olduqca önəmli idi. Bu, karyera, iş həyatı və ailə balansınızı sorğulamağınıza səbəb oldu. Bəlkə işinizlə bağlı mühüm bir qərar verdiniz, bəlkə də ev və ya ailə ilə bağlı bir mövzunu aydınlaşdırmalı oldunuz. Hətta bəzi oğlaqlar üçün partnyorunun işi və ya karyerası ilə bağlı məsələlər də münasibətin əsas mövzusuna çevrilmiş ola bilər. Bu nöqtədə diqqət edilməli ən vacib məsələ ifratdan uzaq durmaqdır. Qarşı tərəfin həddindən artıq böyük planlar qurması, riskli addımlar atması və ya reallıqdan uzaq davranması sizi çətin vəziyyətə sala bilər. Siz daha ehtiyatlı tərəfsiniz və bu prosesdə balansı qoruyan yenə siz olacaqsınız. Xüsusilə ev, ailə və şəxsi həyatla bağlı mövzularda tələsik qərarlar verməməyə və riskdən uzaq durmağa çalışın. Köçmək, yer dəyişmək və ya evlə bağlı böyük planlar gündəmdədirsə, bunları daha planlı və ölçülü şəkildə həyata keçirmək çox vacibdir. Çünki böyümək istəyiniz yüksəkdir, amma bunu düzgün idarə etməsəniz, sonradan çətinlik çəkə bilərsiniz. Cümə axşamı Marsın Qoç bürcünə keçməsi ilə enerjiniz ev və ailə sahəsinə yönəlir. Artıq evinizdə daha aktiv olmaq, nizam yaratmaq və dəyişiklik etmək istəyə bilərsiniz. Təmir, köç və ya ev daxilində dəyişikliklər sürət qazana bilər. Amma burada da tələskənlikdən uzaq durmaq vacibdir. Yaxşı planlanmamış addım sizi yarı yolda qoya bilər və ya sonradan fikrinizi dəyişməyə məcbur edə bilər. Digər tərəfdən, Veneranın dəstəkləyici təsiri həyatımıza zövq qatan sahələrdə müsbət inkişaflar gətirir. Sevgi həyatınızda canlanma ola bilər. Hobbilərinizlə bağlı gözəl fürsətlər əldə edə bilərsiniz. Maddi baxımdan da sizi sevindirəcək inkişaflar mümkündür. Xüsusilə həftənin ortası və sonuna doğru alacağınız xəbərlər əhvalınızı yüksəldə bilər. Əgər yatırımlarınız varsa, bu həftə müsbət nəticələr əldə etməyiniz mümkündür. Cümə axşamı və cümə günləri xüsusilə özünüz üçün nələrsə etmək, özünüzə yatırım qoymaq baxımından olduqca səmərəli görünür. Amma bu həftənin əsas mövzusu yalnız xarici hadisələr deyil. Siz daxili bir sorğulama prosesindəsiniz. Uzun müddətdir karyeranıza, hədəflərinizə və məsuliyyətlərinizə çox fokuslanmış ola bilərsiniz. Bu sizin təbiətinizdə var. Siz intizamlı, çalışqan və məqsəd yönümlüsünüz. Amma indi özünüzə bu sualı verməlisiniz. Bu prosesdə sevdiklərimi ihmal etdimmi? Çünki bu dolunay sizə bunu xatırladır. Zirvəyə çıxmaq gözəldir, amma orada tək qalmaq məcburiyyətində deyilsiniz. Ailəniz, partnyorunuz və ya sevdikləriniz sizdən diqqət gözləyir ola bilər. Bəlkə bunu açıq demirlər, amma hiss etdirirlər. Ətrafınızda biraz da bizə vaxt ayır deyən bir enerji var. Yalnız maddi uğura fokuslanmaq və mənəvi tərəfi ihmal etmək sizi uzun müddətdə yoracaq. Digər bir vacib fərqindəlik isə iş mühitində ortaya çıxa bilər. Sizə dəstək verirmiş kimi görünən bəzi insanların əslində öz maraqları üçün hərəkət etdiyini görə bilərsiniz. Bu sizi təəccübləndirə bilər, amma əslində gözünüzü açacaq bir təcrübə olacaq. Və daha bir önəmli mövzu, özünüzə vaxt ayırmaq. İş və ailə arasında qalarkən özünüzü arada itirmiş ola bilərsiniz. Halbuki bu həftə sizə verilən mesaj çox aydındır. Yalnız işləmək və məsuliyyət daşımaq deyil, özünüzü də qidalandırmalısınız. Ruhunuzu, hisslərinizi və ehtiyaclarınızı görməzdən gəlməməlisiniz. Sevgi həyatında isə qarşıdakı dövr olduqca müsbətdir. Xüsusilə aprel ortasına qədər daha sabit, güvən verən və real təməllərə əsaslanan münasibət enerjisi aktivləşir. Əgər həyatınızda biri yoxdursa, bu xüsusiyyətlərə uyğun biri ilə tanış olma ehtimalınız yüksəkdir. Əgər münasibətiniz varsa, daha ciddi və möhkəm bir mərhələyə keçə bilər. Ümumilikdə bu həftə sizin üçün həm daxili balansı qurmalı olduğunuz,
həm də həyatınızın müxtəlif sahələrini yenidən tənzimlədiyiniz bir dövrdür. Və bu prosesin ən vacib mesajı budur. Həqiqi uğur yalnız zirvəyə çıxmaq deyil, ora kimlə və necə çatdığını bilməkdir. Əziz dolçalar və yüksələn dolçalar. Bu həftə sizin üçün olduqca hərəkətli və çox şaxəli bir başlanğıc gözlənilir. Həftəyə daxil olarkən sosial çevrəniz sanki canlanır. Dostlarınızdan gələn xəbərlər, dəvətlər və ya uzun müddətdir danışılan planların yenidən gündəmə gəlməsi ilə özünüzü birdən-birə intensiv bir axının içində tapa bilərsiniz. Eyni anda bir neçə mövzuya fokuslanmağınız lazım ola bilər. Həm sosial münasibətlər, həm də maliyyə məsələləri bir-birinə qarışa bilər. Xüsusilə həftənin ilk yarısında temp yüksəkdir. Çərşənbə gün ortaya qədər bu intensivlik davam edir. Daha sonra isə biraz içə dönmək, dincəlmək və düşüncələrinizi toparlamaq istəyə bilərsiniz. Həftə sonuna doğru isə yenidən enerjinizi yığıb, öz istəklərinizə yönəldiyiniz, daha sərbəst hərəkət etdiyiniz bir mərhələyə keçirsiniz. Bu həftə Günəş ilə Yupiter arasındakı gərgin təsir, xüsusilə iş mühitinizdə və gündəlik həyatınızda bəzi ifrat halları ortaya çıxara bilər. Birlikdə çalışdığınız insanların daha böyük hədəflər arxasınca getdiyini, risk almağa daha açıq olduqlarını görə bilərsiniz. Bu vəziyyət sizə yeni imkanlar təqdim edə bilər, amma eyni zamanda nəzarətsiz addımların atılmasına da səbəb ola bilər. Burada balansı qurmaq tamamilə sizin əlinizdədir. Fürsətləri dəyərləndirin, amma ölçünü qoruyun. Risk alın, amma sərhədlərinizi dəqiq müəyyən edin. Zehni olaraq çox məhsuldar bir dövrdəsiniz. Fikirləriniz diqqət çəkir, fərqli baxış bucağınız insanlara ilham verir. Amma bu parlaq ideyaları həyata keçirərkən tələsməmək çox vacibdir. Sürətli başlayan şeylər, möhkəm təməl üzərində qurulmazsa, eyni sürətlə sönə bilər. Buna görə addım-addım irəliləmək sizə uzun müddətdə daha böyük qazanc gətirəcək. Cümə axşamı Marsın Qoç bürcünə keçməsi ilə ünsiyyət, trafikiniz daha da artır. Yaxın çevrə, bacı-qardaşlar, qohumlar və gündəlik əlaqədə olduğunuz insanlarla münasibətlərinizdə hərəkətlilik yüksəlir. Eyni zamanda satış, marketinq, sosial media və ünsiyyət tələb edən sahələrdə daha aktiv ola bilərsiniz. Lakin bu intensivlik mübahisələri də özü ilə gətirə bilər. Xüsusilə yaxın çevrənizlə fikir ayrılıqları yaşana bilər. Bu dövrdə həm sözlərinizə, həm də reaksiyalarınıza diqqət etməyiniz vacibdir. Əgər avtomobil idarə edirsinizsə, daha diqqətli olmağınız lazım olan bir dövrdür. Tələskənlik və ya diqqətsizlik kiçik problemlərə səbəb ola bilər. Eyni şəkildə ünsiyyətdə də sürətli danışmaq anlaşılmazlıqlara gətirib çıxara bilər. Buna görə sürətinizi idarə etməyi öyrənmək bu həftənin əsas mövzularından biridir. İndi isə biraz daha dərinə baxaq. Bu həftə sizin üçün yalnız xarici hərəkətlilik deyil, həm də daxili bir fərqindəlik prosesi gətirir. Dolça bürcü təbiətcə fərqlidir. Qəliblərin xaricində düşünür, adi baxış bucağından uzaqdır və gələcəyi bugündən görməyə çalışır. Buna görə çox zaman ətrafı tərəfindən anlaşılmayan biri kimi görünə bilər. Amma əslində məsələ anlaşılmamaq deyil, sizin fərqli bir tezlikdə olmağınızdır. Bu həftə göy üzü sizə belə deyir. Özünü olduğun kimi qəbul et və bunu gizlətmə. Artıq özünüzü izah etmək üçün əlavə səy göstərməyə ehtiyac yoxdur. Sizi anlamayan, sizin baxış bucağınızı paylaşmayan insanlara özünüzü sübut etməyə çalışmaqdan vaz keçməli olduğunuz bir dövrdəsiniz. Mən buyam deyə bilmək bu həftənin ən böyük gücü olacaq. Sizinlə eyni yolda gedə bilən, sizi anlayan və dəstəkləyən insanlarla irəliləmək sizə daha yaxşı təsir edəcək. Hər kəslə uyğunlaşmaq məcburiyyətində deyilsiniz. Zaten sizin yolunuz biraz seçilmiş, biraz fərqlidir. Dolunayın təsiri ilə ətrafınızdakı bəzi insanların həqiqi üzlərini görmə ehtimalınız da yüksəkdir. Xüsusilə arxanızca danışan, sizi yanlış təqdim edən və ya fərqliliyinizi tənqid edən insanlar varsa, bunlar üzə çıxa bilər. Siz heç nə etməsəniz belə, həqiqətlər görünəcək. Bu nöqtədə etməli olduğunuz şey çox sadədir. Müdaxilə etmək əvəzinə izləmək. Onsuz da bilirdim, deyib, yolunuza davam edə bilərsiniz. Aprelin 4-ünə qədər xüsusilə ailə daxilində və yaxın çevrədə ünsiyyət bir qədər çətin ola bilər. Eyni şeyi düşündüyünüz halda belə, anlaşa bilmədiyinizi hiss edə bilərsiniz. Buna görə bu tarixə qədər vacib söhbətləri təxirə salmaq və özünüzü həddindən artıq izah etməmək
daha doğru olar. Eyni zamanda, həyatınızla bağlı yeni qərarlar vermə mərhələsindəsiniz. Yeni bir təhsil, xariclə bağlı plan, rəqəmsal iş, sosial media layihəsi və ya fərqli bir təşəbbüs. Uzun zamandır düşündüyünüz bir şeyi başlatmaq istəyi artır. Bu çox gözəl bir enerjidir. Amma burada diqqət edilməli əsas məqam ani qərarlar deyil, planlı başlanğıclardır. Uzun müddətdir düşündüyünüz bir şeyi həyata keçirmək üçün doğru zamandasınız. Amma anlıq ideyalarla deyil, möhkəm əsaslara söykənən planlarla irəliləmək daha sağlam olacaq. Unutmayın ki, başlanğıcda hər kəs sizi anlamaya bilər. Hətta dəstək də görməyə bilərsiniz. Amma səbirli olsanız, zamanla insanlar nə etmək istədiyinizi anlayacaq və sizə qoşulacaqlar. Bu prosesdə bir qədər tək irəliləməyi qəbul etmək sizi daha güclü edəcək. Sonda, zehni yüklənmə və emosional təzyiq bədəninizə də təsir edə bilər. Xüsusilə mədə və həzm sistemi ilə bağlı həssaslıqlar yaşaya bilərsiniz. Bu, içində saxladığınız düşüncələr və anlaşılmıram hissi ilə əlaqəli ola bilər. Özünüzü çox yormadan, biraz axına buraxmağa çalışın. Ümumilikdə bu həftə sizin üçün özünüzü qəbul etdiyiniz, ətrafınızı yenidən formalaşdırdığınız və yeni bir yola addım atdığınız güclü bir dövrdür. Və ən vacib cümlə budur. Sən fərqlisən və məhz buna görə dəyərlisən. Əziz balıqlar və yüksələn balıqlar. Bu həftə sizin üçün olduqca diqqət çəkici və transformasiya edici təsirlər daşıyır. Xüsusilə karyera, iş həyatı və özünüzü ortaya qoymaq istəyinizin açıq şəkildə artdığı bir dövrdəsiz. Hansı sahədə olursunuzsa olun, istər iş, istər ailə, istər şəxsi həyat, görünmək, fərq edilmək və əməyinizin qarşılığını almaq istəyəcəksiniz. Atacağınız bəzi addımların maddi baxımdan geri dönüş verməsi də mümkündür. Yəni, doğru addımlar sizə qazanc gətirə bilər. Amma burada mühüm bir xəbərdarlıq var. Günəş ilə Yupiter arasındakı gərgin təsir maliyyə mövzularında ifrata varma riskini artırır. Son günlərdə baş verən dolunay artıq ortaq pullar, borclar, ödənişlər və maliyyə paylaşımları sahənizi aktivləşdirmişdi. Bu müddətdə bir ödəniş, borc və ya maddi məsələ ilə məşğul olmuş ola bilərsiniz. Hətta bəzi balıqlar normalda daha ehtiyatlı davranmalı olduğu halda, şəraitin təsiri ilə daha böyük risklər almış ola bilər. İndi isə bu həftə həmin addımların nəticələrini daha aydın görməyə başlayacaqsınız. Buna görə xüsusilə maliyyə mövzularında ifrata varmamaq çox vacibdir. Əgər birja, yatırım və ya riskli sahələrdə fəaliyyətiniz varsa, onsuz da qazanıram rahatlığına qapılmamağa çalışın. Ani qərarlar, nəzarətsiz risklər və həddindən artıq özünə güvən sizi çətin vəziyyətə sala bilər. Digər mühüm dəyişiklik isə Marsın sizin bürcünüzdən çıxaraq Qoç bürcünə keçməsidir. Bu dəyişikliklə enerjinizin istiqaməti tamamilə dəyişir. Son dövrlərdə enerjinizi daha çox özünüzə yönəltmiş, səhvləri özünüzdə axtarmış və özünüzü həddindən artıq tənqid etmiş ola bilərsiniz. İndi isə bu dəyişir. Artıq diqqətiniz maliyyə mövzularına yönəlir. Qarşıdakı dövrdə qazanc, gəlir mənbələri və maliyyə təhlükəsizliyi sizin üçün daha önəmli olacaq. Bu əslində yaxşı bir fürsətdir. Çünki düzgün istifadə etsəniz, gəlirlərinizi artıra bilərsiniz. Amma yenə eyni nöqtəyə gəlirik. Ölçü. Tələsik, plansız və düşünülməmiş addımlar maddi itkilərə səbəb ola bilər. Xüsusilə qarşıdakı günlərdə böyük fürsət kimi görünən bəzi şeylərin əslində o qədər də güclü olmadığını fərq edə bilərsiniz. Buna görə xüsusilə həftə sonuna doğru daha ehtiyatlı olmaq faydalıdır. Digər tərəfdən Veneranın dəstəyi münasibətlər sahəsində hərəkətlilik yaradır. Yaxın çevrəniz bu həftə sevgi və şəxsi həyatınızda mühüm rol oynaya bilər. Sevdiyiniz insanı dostlarınızla tanış edə və ya onun çevrəsi ilə daha çox ünsiyyət qura bilərsiniz. Əgər həyatınızda biri yoxdursa, yaxın çevrəniz vasitəsilə yeni bir tanışlıq ehtimalı yüksəkdir. Hətta indiyə qədər fərq etmədiyiniz birinin sizə qarşı hissləri olduğunu öyrənə bilərsiniz. Amma bu həftənin ən dərin mesajı yalnız xarici hadisələrlə bağlı deyil. Əsas mövzu öz dəyəriniz. Uzun zamandır həyat sizi bir sınardan keçirir ola bilər. Xüsusilə son illərdə yaşadıqlarınız sizi yormuş, yıpratmış və bəzən özünüzü dəyərsiz hiss etməyinizi səbəb olmuş ola bilər. Amma artıq bu dövr dəyişir. Bu həftə sizə çox açıq bir mesaj verir. Küllərindən yenidən doğmağa hazırsanmı? Bu yenidən doğuş həm maddi, həm də mənəvi baxımdan
öz ayaqlarınız üzərində dayanmağınızla mümkün olacaq. Əgər həyatınızda kiməsə həddindən artıq bağlanmısınızsa, bu maddi də ola bilər, emosional da. Artıq bu bağlılığı azaltmalısınız. Kimsə məni xilas edər düşüncəsindən çıxıb, mən öz həyatımı quraram nöqtəsinə keçməyiniz tələb olunur. Çalışa biləcəyi halda, geri çəkilmiş balıqlar üçün bu həftə bir oyanış xarakteri daşıyır. Artıq hərəkətə keçmək, istehsal etmək və öz qazancınızı yaratmaq zamanıdır. Çünki həqiqi azadlıq yalnız öz əməyinizlə mümkündür. Çalışan balıqlar üçün isə fərqli bir mövzu ön plandadır. Başqalarının yükünü daşımaq. Siz təbiətcə fədakar bir bürsünüz. Amma bu fədakarlıq bəzən özünüzü unutmağınıza səbəb olur. Maddi və ya mənəvi olaraq başqalarının məsuliyyətini üzərinizə götürmək sizi yormuş ola bilər. Bu həftə artıq yetər demə vaxtıdır. Hər kəs öz yükünü özü daşımalıdır. Öz əməyinizdən, pulunuzdan və ya enerjinizdən daim güzəşt edərək bir balans qurmağa çalışmısınızsa, indi bu balansı yenidən qurmalısınız. Haqqınızı tələb etməkdən çəkinməyin. Bu yalnız başqalarından deyil, özünüzdən də bir haqq tələbidir. Sevgi və uşaqlarla bağlı mövzularda isə bir qədər daha ehtiyatlı olmaq faydalıdır. Xüsusilə bir neçə gün ərzində ani qərarlar verməməyə çalışın. Yeni münasibətə başlamaq, mühüm addım atmaq və ya uşaqlarla bağlı böyük qərarlar vermək üçün biraz gözləmək daha sağlam nəticələr verə bilər. Aprelin sonraki günləri bu mövzularda daha dəstəkləyici olacaq. Sağlamlıq baxımından isə stresin bədənə təsiri mümkündür. Xüsusilə həzm sistemi, mədə həssaslığı və hormonal balansla bağlı bəzi təsirlər hiss edilə bilər. Buna görə duyğularınızı bastırmaq əvəzinə sağlam şəkildə ifadə etməyiniz vacibdir. Ümumilikdə bu həftə sizin üçün özünüzə dönüb mən nəyə layiqəm sualını verdiyiniz, başqalarına deyil, əvvəlcə özünüzə güvənməyi öyrəndiyiniz və daxili gücünüzü yenidən xatırladığınız bir dövrdür. Və bu həftənin ən vacib mesajı budur. Sırtını başqasına deyil, əvvəlcə özünə dayadığında həqiqətən güclənirsən.